Salam dəyərli izləyicilər. Mən canlı açmışam və bunu etmək üçün məqsədim vardı. Nəyə görə bunu belə eləmişəm? Deməli, dünənləri mən coğrafiya dərslikləri, dərs vəsaitləri və eyni zamanda coğrafiya elminə aid müstəqil müəlliflərin yazdığı kitablarda müəyyən qüsurları qeyd etdim və sosial şəbəkə hesabıma istinadən daha sonra bu paylaşımı ATİA Az İnformasiya Agentliyi paylaşdı. Daha sonra moderator azda açıqlama kimi verildi və eyni zamanda da bir neçə təhsil qruplarında, Facebook üzərində mən bunları özüm də paylaşmışdım. Yaxşı fikir deyənlər də oldu, haqlı iradlar kimi qəbul edənlər də oldu. Tək bu coğrafiyada yox, başqa dərs vəsaiti və ya dərslik yaxud da başqa kitablarda da bu formada qüsurların olduqları bildirildi. Tənqidi yanaşanlar da oldu məsələyə. Təbii ki, hər kəsin fikri vardı, müstəqildir. Öz fikir söz azadlığından istifadə eləyə bilər, mənim kimi. Sadəcə mən nəyi demək istəyirəm? Burada bəzi məsələlərə aydınlıq gətirəcəyəm. İlk olaraq mən onu qeyd edeyim ki, burada heç də hər hansı bir qaralama fəaliyyəti yoxdur. Müstəqil şəkildə bir vətəndaş kimi hamımızın övladları dərsə gedir, oxuyur və biz də istəyirik ki, hər şey ideal da olmasa, heç olmasa ideala yaxın olsun, ciddi qüsurlar olmasın və bu bizim amalımızdır. Və təbii ki, haqlı irada da müsbət yanaşmaq lazımdır. Haqsız iraddısa, təbii ki, tənqid də olma bilər. Mən dərsliklərdəki artıq paylaşım vardı. Baxıl, izlənilsə görülə bilər ki, orada mən nələri qeyd eləmişəm. Tənqidi yazan bəzi məsələlərə mən hətta şərhlərdə cavab da verdim, o ayrı qruplarda. Qəbul eləyən də oldu, etməyən də oldu təbii ki. İndi bu da şəxsi fikirlərdir. Baxın, bəzilərinə mən buradan aydınlıq gətirmək istəyirəm. Təbii ki, etik çərçivədə bəziləri var. Təbii ki, hər kəs öz tərbiyəsin, mədəniyyətini də göstərir. Fərqli formada yanaşan da ola bilər nəyəsə. Yaxşı olar ki, etik çərçivədə nəsə tənqidi bir fikir olanda da bu cür səsləndirilə. Məsələn, bir coğrafiya müəllimlərinə qarşı qətiyyən bizim həmişə müəllimlərin hamısına mənim hörmətim sonsuzdur. Çünki mənim valideynlərim də müəllimdir, mənim elə özüm də müəllim kimi fəaliyyət göstərirəm. Amma indi təbii ki, bəzi müəllimləri də başa düşmək olur, niyə belə mövqe bildirir. Yəni, baxın, biri yazıb ki, yazını yarıya kimi oxuyandan sonra anladım ki, yeni dərsliklərdən xəbərimiz yoxdur. Və mən izah verdim və buradan da deyirəm ki, bizim birincisi yarıya qədər oxumağın özü belə nəticəyə gəlməyimizə normal eləyir. Çünki bizim evimizi nə yıxır? O olmasın, bu olsun filmindəki kimi tarixi nadiri elə yarıya qədər oxumaqlar bizim evimizi yıxıb həmişə. Yaxşı olar ki, bir şeyi oxuyanda tam axıra qədər oxuyasan, ondan sonra fikir bildirəsən ki, burada nə deyilir, nə deyilmir. Baxın, burada əsas məsələ tək dərsliklərdə yox, dərs vəsaitləri və yaxud da ki, dərs vəsaiti də olmasa, müstəqil şəkildə yazılmış coğrafiyaya aid kitablarda da bu qüsurlar var. Yəni, hamısı dərslikdə deyil mənim burada qeyd elədiklərim. Və əlimdə təbii ki, kitablar da var. Mən indi hər hansı bir müəllifi yandırmaq istəmirəm, yaxşı deyil. Bax, bu dəqiqə qarşımda qoyduğum kitab var. 2018-ci il nəşridir. Bundan əlavə 2000-ci il nəşri var. Bu dəqiqə mənim qabağımda var. Deməli, ona da mən fikir bildirəcəyəm. Biri yazır ki, deməli, Yunis müəllim tarix dərsliklərində daha çox problem var. Bəli, düz deyirsiniz, vardır. Bunu da qəbul edirik. İndi mən bir məsələni deyim. Baxın, yazır ki, yarıya qədər oxudum. Ən çox orada hədəf, hücum nəyə olubdur? Ki, bu okean məsələsinə ki, qeyd eləyirlər ki, bəs yazmışsınız ki, 4 okean var deyirsiniz, amma dərsliklərdə 4 yox, bu dəqiqə indi 5 okean olduğu göstərilir. Baxın, qarşımdakı kitab bu dəqiqə 2018-2020-ci il kitabıdır. 5 il bundan qabağın kitablarıdır. Və bu kitablarda 4 okean olduğu göstərilir.
Bunu birinci deyirəm. Başqa kitablarda təqdim eləyərəm, ad da deyərəm, amma yəni yaxşı deyil. Coğrafiya müəllimləri də çox yaxşı bilir ki, kitablarda bu məlumatlar necədir. Baxın, lap fərz eləyək ki, lap sonuncu çıxmış kitabda düşünək ki, deməli burada yazılıb ki, 4 okean deyil, 5 okeandır. Bu Cənub okeanına da sahiblər. Lap fərz eləyək siz haqlısınız. Siz düz deyirsiniz. Ən son kitab tutaq ki, siz dediyiniz kimidir. Bəs indi gəlin belə götürək. Hətta biri rəydə yazıb ki, son 2 ildə çıxan kitablar belədir. Yaxşı, bunu da lap siz dediyiniz kimi qəbul eləyək. Baxın, Cənub okeanı 2000-ci ildən etibarən Beynəlxalq Hidroqrafiya Təşkilatı tərəfindən ayrı okean kimi qeyd olunur. Söhbət neçədən gedir dedim? 2000-ci ildən. Yaxşı, 2 ilə qədər olan kitablar düzəlib mövqeyinizi. Birinci onu da qəbul etmirəm. Amma fərz eləyək onu qəbul elədim. Bəs elədirsə, 2023-ə qədər, 2000-ci ildən 2023-cü ilə qədər olan dərsliklərdə nə yaxşı 4 okean vardır ifadəsi keçir. Bəs 2000-ci ildən 2023-cü ilə qədər təhsil alan yazıq şagirdlərin nə günahı var ki, onlar 4 okean bildilər? Bu bir. Yəni birinci bu suala aydınlıq gətirin görək. İndi 1-2 rəydə yazan var ki, ay faktolog müəllim, mən sənə sübut verəcəm, nə edəcəm. Sübut budur, mənim qabağımdakı kitablardır. Mən indi onları sübut kimi göndərərəm şəxsidən sizə. Siz görərsiniz ki, sübut budur, yoxsa sizin bilmirəm nəyə istinadən deyəcəklərinizdir. Yaxşı olar ki, haqlı iradı qəbul eləyəsiniz. Haqlı irad qəbul olunar. 2000-ci ildən 2023-cü ilə qədər siz dediyiniz kimi qəbul eləyirəm. Kitablarda bəs niyə 4 okean vardı yazılırdı? Bəs baxan olmayıb heç bu Beynəlxalq Hidroqrafiya Təşkilatının rəsmi saytına ki, 2000-ci ildən bir də bir 5-ci okean vardı, Cənub okeanı. Bu birinci məsələ. İkinci məsələ, ən çox tənqid hədəfi gəldi bəzi müəllimlər tərəfindən ki, bəs yazırsınız ki, bu McKinley zirvəsidir. Demək, mən orada qeyd eləmişəm, Şimali Amerikanın ən uca zirvəsi. Bəs McKinley yazılır kitablarda və sizdə halbuki bu Denali adlanır. 2015-ci ildən Denali adlanır. Bəs yazan var ki, ay müəllim, elə deyil. Artıq biz kitablarda Denali gedir. Hətta yazır ki, McKinley gedir. Möhtərizədə Denali yazılır. İndi mən buradan bir də bəyan eləyirəm ki, 2015-ci ildən Denali adlanır. Yəni 10 il bundan əvvəl artıq bu demək qərar verilibdir. Amerikada zirvə McKinley adı dəyişdirilibdir tarixi siyasi səbəblərə görə və bu Denali adlanıb. Birincisi, əgər bu Denali adlanırsa, demək McKinley adı yoxdur. Necə yəni kitabda yazılır ki, McKinley möhtərizədə Denali. Nə möhtərizə? Yoxdur belə bir McKinley zirvəsi. Denalidir. Kitabda da Denali yazılmalı idi. Bu bir. İkinci bir tərəfdən hazırda qarşımda olan kitabı oxuyuram sizə. Müəllifini də demirəm, yaxşı deyil. Bax, oxuyuram. Şimali Amerika adaları ilə birlikdə Şimali Amerikanın sahəsi bu qədərdir. Hündürlük belədir. Ən hündür zirvəsi McKinley yazıb. Yəni mən gözüm qəşəng seçmədi. Bir də baxın, ən hündür zirvəsi McKinley. 2018 budur. Bu da 2020-ci il kitabı. Şimali Amerikanın ən yüksək zirvəsi McKinley zirvəsidir. Heç möhtərizədə belə zəhmətə qatlaşılıb Denali yazılmayıb. Bu da məsələnin bir tərəfi. Qarşımda da bu kitablar vardı. Bəs deyəndə bir fikir vermək lazımdır. Yəni yerli yersiz deyirsiniz ki, nə gəldi yazma. Baxın, biri yazıb ki, bəs yazırsınız ki, meşəlik əmsalına toxunursunuz. Yazırsınız ki, Qayanada 85% oldu ya da 93.5%. Bunların yəni mətləbə nə dəxli var? Boş-boş məlumatlardır. Və ya yazıb ki, demək, narincini, hansı ki, mən orada bildirmişəm ki, demək, dünya ölkələri müxtəlif fərqlənirlər da, düzdürmü? Banan istehsalına görə, mandarin istehsalına görə, nə bilim, nə istehsallarına görə. Biri yazıb ki, bəs orada qeyd edirsiniz, nə fərqi var ki, narinci istehsalında Yaponiya birincidir, Çin yaxud birincidir, ya hansı ölkə. Bir də ki, meşəlik əmsalın faizinin mətləbə nə dəxli? İndi mən də deyirəm ki, yaxşı, mətləbə dəxli yoxdursa, kitaba niyə salınıb?
Niyə kitaba yazılır? Və bu testləşdirilir də. Məndə coğrafiya test kitabları var və konkret soruşulur dünya iqtisadi coğrafiyasına aid ki, misal üçün banan istehsalına görə dünyada fərqlənən ölkə hansıdır? Yatıb qalmışıq 10 il bundan əvvəldir. Yəni ki, kitabda konkret olaraq Braziliya göstərilir. Bitib, Braziliya 5-likdə, bəzən hətta 5-ə belə düşənmiş. Banan istehsalına görə dünyada bu dəqiqə Hindistan öndədir. Bizim kitablar Braziliyadan danışır. Yəni hansı ki, bu məlumat nə az nə çox 10 il bundan əvvəlin göstəriciləridir. Mən kitabdan deyirəm, yəni qarşımda kitab var. Hazırda bax o kitabdan oxuyub deyirəm. Bax bu da məsələnin digər tərəfi. Ən çox yəni nəyə irad bildirilibdir? Mən onları qeyd edirəm də. Məsələn o tərəfdə hansı ki planetlər bu dəqiqə halqalı planetdən danışırlar. Yupiter, Saturndur. Bütün kitablar yazır. Elə deyil axı. İndi 4 dənə planetdir. Niyə yoxdur bu kitablarda? Bax bu da məsələnin deyək ki başqa tərəfi. Yəni mənim deməyim nədir? Yenə deyərəm bu haqda. 1 yox, 2 yox, 10 yox, 100 dənəsini deyərəm. Yəni burada bizim məqsədimiz qaralamaq deyil, ya da ki mənim yazdığım bir şeyin kəsərini azaldıb nə gəldi yarımçıq şəkildə yazıb, hansı ki şərhlərdə yenə vurğulayıram, yazıb ki yazını yarıya kimi oxudum. Elə yenə təkrarlayıram, tarixi nadiri yarıya qədər oxumağımızın güdazına gedirik da bu gündəyik. Yəni nə mənada bu gündə? Dərs vəsaitlərində, kitablarda bu cür qüsurlar olur. Yəni biz təbii ki, hər yerdə qüsur olar. Mən yazdığım kitabda da qüsur, o başqa birinin yazdığı kitabda hər şeydə qüsur tapmaq olar. Söhbət, məsələ budur ki, dərs vəsaitidir. Şagird oxuyur bunu, şagird oxuyur. Bunlar daha ciddi şəkildə yazılmalı olan kitablardılar, mən o düşüncədəyəm. Yəni qısası yenə deyirəm, ən böyük iradı mən bir də təkrarçılıq olmasın. Bəs indi müasir kitabda 5 oxuyan var. Birinci yenə deyirəm, qarşımdakı kitabdan danışıram. 2000-ci ilin məlumatıdır. Qabağımdakı kitab 2020-2018-ci il coğrafiya kitabıdır. Hansı ki orada yazır 4 oxuyan. İndi bu il bir dənə hansısa bir müəllif ola bilər ki, kitab çıxadar ya da dərs vəsaiti götürər onu 5 eləyər. Bir kitabda bunun 5 olması ilə nəsə dəyişmir. Bəs lap hətta hamısı dəyişdi. Yaxşı, bu ilki kitabların hamısı bu düzəlişləri etdi. Bunların hamısı qaydasında fərz eləyək. Bəs bugünkü günə qədər, yəni 2023-ə qədər, yəni son 2 ildə bunlar düzəlib kimi yanaşaq. Bəs 2023-ə qədər, 2000-ci ildən 2023-ə qədər bu kitablarda niyə köhnə məlumatıdır? Bəs bizim uşaqlar gedib oxuyurdu axı onu. Məlumat alırdı axı. 2023-ə qədərki uşaqlarda 4 oxuyan biliyi var. 2023-dən sonraki illərki uşaqlar birdən-birə nə kəramətsə 5 oxuyan olur. Sualım budur. 2023 qədər, yaxşı sizinlə 10-50 razıyam. 2000 indiki kitablar düzəlib. Hanı 2000-dən 2023-ə qədərki kitablarda bu məsələlər? Bax, deməli, bu da mənim digər, deməli, fikrim, üzürlü sayın, Deməli, bu da bir fikrim. Ümumiləşdirirəm, yenə mən deyirəm. O xüsusən biri yazmışdı da, bilmirəm əlim dəydi, silindi, yaxud da ki, hansısa qrupdaydı, yenə tapamadım. Bəs müraciət eləyir ki, ay faktolog müəllim. İndi mən də deyirəm, ay faktolog, indi bilmirəm xanımdır, yoxsa müəllim idi, bilənmədim. Bax, qarşımdakı kitabdır. Mən bu kitaba istinadən deyirəm. Bir dənə deyil, 2 kitabda, hətta bunun sayını da çoxaldaram. Bu suallara cavab verə bilməzsiniz. Sadəcə, bəli, bizim bədbəxtliyimiz bir tərəfdən də odur. Haqlı iradı qəbul eləmək istəmirik. Yaxud da ki, hər hansı bir irad bildirilir, belə irad olanda, yəni nəticə çıxartmaq əvəzi tez müəllifə hücum eləyək. Sənin xəbərin yox. Hətta o faktolog müəllim deyə müraciət eləyən qeyd eləyir ki, bir öz dəstəklərinizə də baxın, öz nəyəsə. Yaxşı, tutaq ki, baxdıq, orada da qüsur var. Bu nəyisə dəyişmir ki, söhbət odur ki, bu düzəlməlidir. Özdə mən yox, mənim o paylaşımı eləmişəm, mənim paylaşımın altında nə qədər şərhlər də yazılıbdır ki, hamısı təsdiqləyir ki, öz sahələrinin onlar da müəllifləri, mütəxəssisləridir ki, bu tək coğrafiyada deyil, biologiyada var, bayaq oxudum, nə bilim, tarixdə var, ədəbiyyatda var. Bizim məqsədimiz də, yenə deyirəm, hər hansı bir qaralama deyil. Sadəcə bu düzəlməlidir. Aşkar şəkildə, yəni texnologiya həssində yaşayırıq, varıq, mövcuduq. Yəni bunları heç olmasa
düzəltmək indi lazımdır. İndi də olubsa lap yaxşı. Dediyim yenə kəsərdən düşmür. Ona görə ki, əvvəl lap 2023-ə qədər düzəldi kimi sizin fikrinizi qəbul etsəm də 2000-dən olan 2023 arasındakı məlumatların köhnə olduğunu qəbul eləmək məcburiyyətindəyik. Və mən onu da sizə deyim ki, mən nəyisə paylaşanda, bildirəndə oturub, yəni mən uydurma bir şey yazmıram. Təbii ki, baxıram, 10 dəfəm ölçürəm, biçirəm. Ola bilər ki, dediyim kimi bir kitab da göstərərsiniz ki, bəs budur bax, burada yazıb ki, belədir, siz səhv deyirsiniz. Ola bilər. Bir müəllifin yazdığı ilə ya da yenə deyirəm, hətta indi düzəlib kimi qəbul edirəm. Axı bir məlumat da deyil. Dərslik dediyimiz bir şey elə bir şeydir ki, bu dərslik deyil, bu öyrədir uşağa. Bu səhər gedir başqa bir yerdə imtahan verir. Köhnə məlumat əsasında verir. Nəyə görə bu sadə bir şeyi qəbul eləməyib də, nə bilim, faktolog müəllim, aynən belə yaxşı hərəkətlər deyil, düzgün hərəkətlər deyil. İrad da bildirildikcə, ona ən çox o iki məsələ idi, onu bildirdim. O birilərə heç fikir bildirən yoxdur. Bəli, iqtisadi coğrafiya dediyimiz nədən ibarətdir? Müxtəlif istehsal sahələrinə görə, məhsullara görə, nəyə görə fərqlənən ölkələr göstərilir. Məsələn, kömür ehtiyatına görə fərqlənən ölkələr hansıdır? Mandarinə görə, banana görə, nə bilim, çaya görə. Bunlar təbii ki, iqtisadi coğrafiya budur da. Niyə yazırsınız ki, bəs bu əhəmiyyətli deyil? Əhəmiyyətli deyil, kitabda nə işi var? Kitabda vardırsa, niyə əhəmiyyətli olmamalıdır? Yəni, xahiş eləyirəm bu məsələlərə biz fikirlər bildirərkən biraz diqqətli olaq. Bizim dediyimiz, yəni yenə deyirəm, qaralama deyil və o qeyd elədiyimiz orada başqa tutarlı məsələlər də vardı. Hələ mən onları elə-belə səthi yazdım. Məsələn, okeanların sahəsi. Yəni, bu okeanların sahəsi bugün də təbii ki, dəqiq ölçü ilə deyil. Amma belə götürək, Sakit Okean bu günləri 180 milyon kvadrat metr ərazi deyil. O köhnə kitabları idi. Qabağımdakı kitabda 2020-ci ilin kitabıdır, 18-ci ilin kitabıdır, ikisini götürmüşəm nümunə üçün. Yenə də 180 milyondur. Halbuki 165-168 milyon kvadrat metrdir. O birisi okeanlarda onunki kimin dəyişkəndir. Yəni, bu cür informasiyalar götürülərkən, məsələn, planetlərlə bağlı yanlış məlumat, yəni nəyə görə NASA-nın rəsmi internet səhifəsi kimi etibarlı mənbəyə istinad olunmur? Və yaxud da ki, xəritələrdə nə qədər miqyas koordinat xətaları vardı. Yəni, bu mənim kəşfim deyil. Mən hüquqşünasam. Mən coğrafiya müəllimi deyiləm. Amma gördüyümü də deyirəm. Yəni, burada nə deyə bilərəm ki, başqa? Və yaxud da ki, mən sizə orasını qeyd edeyim. Bu National Geographic vardı, World Atlas vardı, World Factbook vardı. Dünyada bu günləri bu rəsmi saytlara istinadlar olunur. Bu məlumatlar dərslik kimi bir, dərs vəsaiti kimi bir ciddi bir kitaba salınırsa, niyə buralarla dəqiqləşdirilmir? Tutaq ki, bəli, indi lap texnologiya əsridir, süni intellektlə biz yoxluyuruq, dəqiqləşdiririk, nə düzdür, nə səhvdir. Axı, buna qədər də yoxlama, bu saytlar 2 ildir, 3 ildir fəaliyyət göstərmir ki. Yəni, bu saytlar, mən dediyim National Geographic görün, neçə illərdir mövcud olmuş bir saytdır. Bizdə bir xüsusiyyət var. Rus ədəbiyyatlarından köçürəcəyik, Rus dilində olan kitablardan köçürdəcəyik. Özdə 70-80-ci ilin kitabları olacaq. Yəni, bundan əl çəkmirik. Sonra da yeni məlumatı təqdim eləyəndə bir qub qoyacaq. Yarıya qədər oxudum, burada ciddi bir şeydən bəhs olunmur. Ay faktolog müəllim, mən sizə sübut təqdim edəcəm. Nə sübut təqdim edəcəksən? Qabağımdadır kitab. Müəllifin adını deyib sadəcə yaxşı deyil deyə demirəm. Müəllifin adını demək istəmirəm. Bir deyil, 2 kitabdır. Özdə belə əməlli başlı nüfuzlu müəlliflərin kitabıdır. Yəni, yaxşı deyil axı ki, bunu mən buradan səsləndirim. İndi bu günləri mənim sahəmə də aid hər hansı bir hüquqa aid də bir kitabda tənqidi fikir bildirən olsa, düz deyilsə haqlıdır. Yəni, lap nə olur olsun da, yəni dəqiqləşdirilməlidir. Bəli, çox sağ ol, haqqı iraddır, düzəldilməlidir. Müəllimlər ora şərh yazır. Yazır ki, bu neçə illərdir biz deyirik, ay bunu düzəld, ay bunu düzəld. Heç bu belə deyək, düzəldilmir, falan olmur. Ola bilər, biz demirik ki, təhsil uğurlarımızı biz yerə vurmuruq. Təbii, bizim təhsil sahəsində çox böyük uğurlarımız var, çox irəlidə olan göstəricilərimiz var, xaricdə təhsil alan, Azərbaycanda yüksək ballarla təhsil alan, qəbul olub təhsil alanlarımız var, fəxrlərimiz var.
bunların bu mövzu bu məsələyə dəxli yoxdur. Bunları bir-birinə qatmaq lazım deyil. Düzgün deyil bu cür, yəni yönətmək məsələni. Məsələ budur ki, konkret kitabdır. Kitabda bu cür qüsur var. Mən iki halı xüsusi vurğuladım bu okeanlarla bağlı məsələ, bir də Denali məsələsi, Şimali Amerikanın ən uca zirvəsi. Çünki ən çox ona hücum hədəf var idi və mən buna aydınlıq gətirdim. Əlimdə neçə dənə coğrafiya kitabları var və mən sizə onların hamısında Şimali Amerikanın zirvəsinin 2015-ci ildən Denali adlandırılmasına baxmayaraq kitablardan McKinley olaraq gedilməsini çox rahatlıqla göstərərəm. Yəni lazımdır şəxsidən atım, kimsə desin, göstərim, deyim budur. İndi buradan yaxşı deyil, hər hansı bir müəllifin kitabına irad bildirmirik biz. Bu qədər yenə deyirəm, bunları mən bu özüm dediyim kimi maraq üçün deyək ki, bəzi yerlərdən lazım olan şeylərdən bir neçəsini qeyd elədim. Bundan da betərləri var. Bundan da başqa formalı qeydlər var. Yenə deyirəm, ola bilər hansısa bir kitabda birində, ikisində mümkündür. Belə coğrafiya kitabları məndə də var. Onu deyim. Məsələn, Okean sayını 5 göstərir. Müəllifdir, yazıbdır. Dediyim kimi o fikri bizinəndə sonda bir daha təkrar olaraq deyirəm. Hətta qəbul eləsəm belə ki, 2025 kitablarının hamısı normaldır. Bəs 2025-ə qədərkilər, 2000-ci ildən 2023-ə qədərkilər niyə elə deyildi? Buna kim cavab verəcək? Bu niyə başqa səhv məlumatlarla doluydu? Beləmi olmalı idi? Bax, bu da məsələnin başqa tərəfi. Bu faktolog müəllim deyən xanımdır, yoxsa bəydir, ona da deyirəm. Elə elektron post, mən bilmirəm, əlimdəydi, silindi, mənə şərh yazmışdı, yaxud da ki, hansısa başqa bir portalda paylaşmışdım, orada mı yazmışdı? Xahiş eləyirəm, mənə yaz, şəxsidən mən bu kitabları göndərim sizə. Baxın, faktolog müəllim sizə bu kitablarla necə sübut eləyir, qoyur ortalığa. Və bunu da belə deyim, bəziləri göynəməməlidir, bəziləri, nə bilim, ay, niyə belə yazılıb? Bu faktdır da, yəni bunu düzəltmək yaxşıdır. Səhv bir şeyi düzəltmək yaxşıdır da. Məsələn, məni də tənqid eləyən olur. O gün sosial şəbəkədə bir özdə dost olduq onunla. Mənə yazır ki, bəs müəllim, sən süni intellektdən istifadə eləyib yazırsan bu yazını. Deyirəm, yox. Axı qabaqlarına belə emotikonslar qoyursan. Deyirəm, belə bərbəzək olub, qəşək yanaşılır, xoşuma gəlir, ona görə eləyəm. Bəs elə eləmə də, nə bilim, belə yaxşı görünmür, düşündürücü şey yaradır ki, belə. Düşündüm, dedim, bir qədər azaldım, amma yenə də paylaşımlarımda belə emotikonslardan istifadə eləyirəm. Amma yəni, təbii ki, fikirdir, müəllifdir, kimsə nəyisə paylaşanda şərt də bildirəcək, tənqid də eləyəcək, amma sənin dediyin fikri qəbul eləsə, onda inkişaf getməz. Amma haqsız bir tənqid də görəndə mən fikir bildirirəm. Bu paylaşımımın bu qədər çox şəkildə belə diqqət cəlb eləyəcəyini heç açıq deyim, düşünməzdim. Əgər belə bir formada reaksiya verilibsə, müsbət mənada, mənfi mənada da lap şərh bildirən varsa, hər kəsə mən öz təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Bu sadəcə qarşıma çıxdı. Məndə fikir bildirəcək bir yazıdır. Paylaşdım. Sonra da bir neçə saytda da bu verildi. Bu qədər. Çox sağ olun.